İsinmə, temperaturun yüksəlməsi, bu xüsusiyyətlər bütün canlılara xarakterikdir. O cümlədən heyvanlarda mövsümi dəyişikliklərdən təsirlənə bilirlər. Onların immun sistemini möhkəmləndirmək və daim sağlam qalmalarını təmin etmək isə olduqca çətindir. Müxtəlif mövsümi xəstəliklərdən və parazitlərdən qorunmaq üçün heyvan sahibləri çıxış yolunu peyvənddə görürlər. Daha əvvəl itimiz olub, Artur da 2 həftədə sahiblərini peyvənd eləyəcəm. Sağlığı üçün çox vacibdir. Baytar həkiminə 3 aydan bir, 2 aydan bir yaxınlaşıram. Həm pişiyimin kontrolü üçün, həm də peyvəndlənmə üçün yaxınlaşıram. Peyvəndlənmə də hər cür peyvənd var. İndi onu həkimlə məsləhətləşirik. Həkim özü deyir, o ilə bağlı peyvənd olunur. Peyvəndləmə və bitbirə dərmanı heyvan üçün vacib sayılsa da, əsas olan bütün proseslərin vaxtında həyata keçirilməsidir. Peyvəndləmədən əvvəl isə baytarlar heyvanları müxtəlif yoxlanışlardan keçirirlər. İlk növbədə müayinə zamanı gözləri, qulaqları, ağız boşluğu, dişləri, ön və arxa patiləri yoxlanılır, dehidratasiyası yoxlanılır, termometriya olunur, çəkisi yoxlanılır, baxılır və sahibinə məlumat verilir. İnfeksion xəstəliklərin tutma ehtimalı peyvənd olunmayan heyvanlarda %90-95%-dir. Bu da həm heyvanın özü üçün, həm də ev sahibləri üçün, yəni evdə yaşayan insanlar üçün təhlükəlidir. Bunlara diqqət olunsa heç bir problemimiz olmaz. Qurd dərmanı vaxtında hər 2 aydan bir profilaktik olaraq bitbirə dərmanını həmçinin, peyvəndlənməsi isə 1 yaşına qədər 3-4 dəfə, 1 yaşından sonra isə ildə 1 dəfə olunsa kifayət eləyir. İnsanda olduğu kimi heyvanda da iş peyvəndlə bitmir. Sonraki mərhələdə heyvanların düzgün qidalanması və onlara yaxşı qulluq göstərilməsi vacibdir. Peyvənd vurulan ilk 1 həftə 10 gün ərzində çimizdirmə, gəzdirmək olmaz. Çünki heyvanın sağlamlığı üçün də immun sistemində zəifləmə baş verir. Bu insanda da belədir, heyvanlarda da belədir. Çimizdirmə, gəzdirmək olmaz. Başqa it pişiklərlə təmasda olmaz. Qidasına diqqət etmək lazımdır. Öz yemindən istifadə olunsun. Çiy, piy, yağlı, turş, abur-cubur, ev yeməkləri bunlar verilməsə daha məsləhətli olar ki, immun sistemində bu da dəyişkənliklər yaradır. Başqa yemlər yeyən zaman mədə-bağırsaq sistemini poza bilər, tük tökülməsinə, qulaq çirklənməsinə, göz çirklənməsinə və allergiyaya qədər gətirib çıxarda bilər. Sözü gedən proses sağlam heyvanlar üzərində tətbiq olunmalıdır. Xəstə heyvanlara peyvənd vurularsa, bu onlarda halsızlıq və iştahsızlığa gəlir. Hətta bəzən ölümlə belə nəticələnə bilər. Belə hallarla qarşılaşmamaq üçün baytarlar heyvan sahiblərinə öz heyvanlarını vaxtı-vaxtında yoxlanışdan keçirmələrini tövsiyə edirlər. Salatın Pirmuradova, Vahid Zalov, Telesər.